Salam hər kəsə, biz bugün sizinlə kimya 7-ci sinif 1.4 metallar və onların xassələrinə baxacağıq. Deməli, burada olan düşün, müzakirə et, paylaş və öyrəndiklərinizi tətbiq edin. Baxaq. Düşün, müzakirə et, paylaş. Konservləşdirmə prosesində metal qapaqlar qızdırılır. Sonra isə həmin qapaqlarla şüşə qabların ağzı bağlanılır. Soyuduqdan sonra isə bu qabların qapağı çətin açılır. Niyə? Baxın. Metal qapaqlar qızdırılır və bu zaman biz bilirik ki, metalların istidən genişlənmə bir xassəsi var, düzdürmü? Bu zaman qızdırıldığı zaman istidən genişlənirlər. Sonra isə qapağı bağlayırlar və soyuduqdan da sıxılma xassələri olduğu üçün soyuyandan sonra onlar artıq sıxılmağa başlayırlar və onların qapağı çətin açılır. Ona görə təzədən onu istidən genişləndirmək lazımdır ki, açılsın. Qapağın çətin açılması səbəbini necə izah edərsiniz? Biz də izah etdik ki, istidən genişlənir, rahat bağlanılır. Sonra isə soyuq olduğun zaman soyuqdan artıq sıxılmağa başlayır. Deyir, qabın qapağını daha asan açmaq üçün nə təklif edərdiniz? İsti suya qoyub, istidən genişlənə bilər qapaq və bu zamanda rahatlıqla aça bilərik. Öyrəndiklərinizi tətbiq edin. Platindən zinət əşyalarının hazırlanmasına istifadə olunur. Bu, platinin hansı iki mühüm xassəsi ilə əlaqədardır? Fikrinizi əsaslandırın. Deməli, iki xassəsi nə ola bilər? Bir, metal parıltısı ola bilər. Bir də ki, plastikliyi ola bilər. Necə? Məsələn, parıltılıq niyə zinət əşyaları? Çünki zinət əşyaları parıldayır və bu zaman metal parıltısı, platin ona görə istifadə olunur. İkinci mühüm isə ondan plastik olmasıdır. Məsələn, zinət əşyası olaraq üzük düzəldiriksə, məsələn, onu əyərək, yəni plastiklik xassəsinə görə ona əyib düzəltmək olar. Demək ki, nə üçün elektrik naqilləri hazırlanması əsasən mis və alüminiumdan istifadə olunur? Niyə? Çünki mis və alüminium elektrik keçiriciliyi daha yaxşı keçirirlər. Niyə gümüş və misdən, məsələn, qızıldan hazırlanmır? Çünki onlar da keçirirlər də. Çünki, məsələn, gümüş və qızıldan hazırlansa, bu zaman qızılın qiymətli bir metal olduğu üçün, yəni onun naqillərin hazırlanması üçün mis və alüminiumdan istifadə edirlər. Çünki daha ucuz başa gəlir. Qızıldan hazırlansa daha başa gələcək. Demək. Öyrəndiklərinizi yoxlayın. 1. Metalların xassələrinə uyğun olan tətbiq sahələrini sadalayın. Məsələn, maşın qayırma zavodu, sonra metallurgiya sahəsi də var. Məsələn, gəmi qayırma zavodu, məsələn, gəmilərin düzəldilməsi, məsələn, dəmir körpülərin hazırlanması, qazanların, tavaların hazırlanmasında, məsələn, bu sahələr vardır. 2. Təbiət dərsində öyrəndiklərinizi əsasən metallar qızdırıldıqda genişlənməsi və soyuduqda sıxılması hadisəsinə nümunə göstərin. Bu xassələrin əsasən metallar harda istifadə olunur? Bax. Məsələn, metallar qızdırıldıqda elə buradakı bunu da biz misal göstərə bilərik. Yəni, qapağı istidən genişlənir və soyuqdan sıxılır. Bu zaman soyuqdan sıxıldığı zaman daha yaxşı bağlanmış olur və istədiyimiz vaxta qədər saxlaya bilərik məsələn. Bu xassələrin əsasən metallar harda istifadə olunur? Məsələn, elə civə istidən genişlənir və bu zaman termometrin göstəricisi yuxarıya doğru hərəkət edir. Baxın, məsələn, burada da göstərilib termometr, baxın. Bunun içərisində olan civədir, məsələn. 36.6-dırsa, məsələn, civə, məsələn, temperatur elə göstərir. Və məsələn, onu ölçən zaman civə istidən genişlənərək bədənimiz o zaman
yəni qızdırmalı halında olan zaman isti olur bədənimiz və civə bu zaman istidən genişlənir və bu zaman biz bilirik ki, nə qədər əgər civə genişlənsə, neçənci dərəcədə dayanarsa, biz də bilərik ki, temperaturumuz necə dərəcədir. Sağ olun dostlar, hələlik kanalıma abunə olub like atmağı unutmayın.